Dərs 6. Bu dərsdə biz when ilə cümlə qurmağı öyrənəcəyik. When-in tərcüməsi Azərbaycan dilində anda, əndən, nə vaxtki kimi tərcümə olunur. İki hadisəni birləşdiririk. Cümlə quruluşu da bu formada olacaqdır. When plus cümlə, vergül işarəsi, sonra ikinci cümlə yazılacaqdır. When the weather is warm, hava isti olanda, people spend more time outside. İnsanlar çöldə daha çox vaxt keçirirlər. İndi addım-addım cümlə qurmağı deyəcəyik. The weather is warm, bu bizim birinci cümləmizdir. People go outside, bu da bizim ikinci cümləmizdir. Baxın, indi when-dən istifadə eləyərək bu cümləni birləşdirək. When the weather is warm, hava isti olanda, anda, əndə, people go outside. Gördünüzmü? When əgər cümlənin əvvəlində gəlsə, vergül işarəsi qoyulacaqdır. Birinci cümlənin bitimində, daha sonra ikinci cümlə başlayacaqdır. İkinci nümunəyə baxaq. The teacher enters the classroom. Müəllim otağa daxil olur. The students become quiet. Şagirdlər sakitləşir, sakit olur. When the teacher enters the classroom, müəllim otağa daxil olanda, anda, əndə, when ilə bağladıq. The rain stops. Yağış dayanır. The children go outside. Uşaqlar çölə çıxır. When the rain stops, yağış dayananda, yağış kəsəndə, uşaqlar çölə çıxır. İndi iki cümləni when ilə birləşdirmək tapşırığıdır burada. The lesson starts. Dərs başlayır. The students open their books. Şagirdlər kitablarını açırlar. İndi deyirik dərs başlayanda when bu hissəyə yazılacaq. The lesson starts. Vergül işarəsi qoyulacaqdır. The students open their books. Sonra the sun comes out. Günəş çıxır. The children play outside. Uşaqlar çöldə oynayır. Günəş çıxanda, when the sun comes out, vergül, the children play outside. Daha sonra dördüncü tapşırıqda sözləri düzgün ardıcıllıqla yaz. When başda gələcəkdir. The lesson mübtədam. Daha sonra starts xəbərim, dərs başlayanda, vergül işarəsi. Students yazaq da bunun üstünə. When 1, the lesson 2, starts 3, daha sonra gələcək students şagirdlər, açır xəbərim, nəyi, their books, kitablarını, bu da olacaqdır 6. Bu belə. Növbəti cümləmiz. Tapşırığımız. Azərbaycan dilindən ingilis dilinə tərcümə et. Dərs başlayanda şagirdlər kitablarını açırlar. Deməli, uşaqlar, niyə görə bir neçə tapşırıqda eyni cümlələri vermişəm? Yəni, birincidə hazır şəkildədir, ikincidə ardıcıllıqla düzürsən və bu formada sən cümlədə sözlərin ardıcıllığını bilirsən. Mübtəda, xəbər, tamamlıq, bunları tapmağı öyrənirsən. Daha sonra Azərbaycan dilində verib və sən o cümləni tərcümə edirsən. Özüm ona görə eyni cümlələr vermişəm ki, həm eyni cümlə üzərində işləyərək daha dəqiq öyrənə bilirsən, həm də hər dəfə fərqli cümlə ilə işləyərək daha çox vaxt itirməyəcəksən. Çünki bizim dərslərimiz yetərincə çoxdur, sıxıcı olmaması üçün eyni cümlələri vermişəm ki, bir neçə istiqamət üzrə həmin cümlələr üzərində işləyəsən. Bax, when ilə birləşdirəsən, daha sonra ardıcıllıqla qurmağı biləsən, daha sonra yenidən Azərbaycan dilindən ingilis dilinə tərcümə edəsən. Gəldik, burada nə var? Şəkil üzrə hekayə. Məsələn, şəkildə təsəvvür edirik ki, oğlan bir it görür, sonra ona tərəf qaçır. Deyirik ki, when the boy sees the dog, iti görəndə ona tərəf qaçır. Bu bizə şəkillərdə çox lazım olacaqdır. When çox lazım olur cümlə qurmalarda. Elə 100 sözlük essedə də lazımlıdır. Baxın, iki fikri when ilə birləşdir. Burada artıq fərqli bir cümlələrdir. Artıq cümlə dəyişibdir burada. When the boy finds a wallet, oğlan pul qabı tapanda, he gives it to the police, o onu polisə verir. When ilə birləşdirəcəyik. Ev tapşırığında isə başlığı vermişəm. When I see, mən görəndə. İndi artıq siz özünüz düşünəcəksiniz ki, bunun ardıcıllığını, bu cümləni necə davam elətdirəsiniz. Yəni, sizin seçiminizə qalıbdır. When I see, tamamlıq, kimisə görəndə, vergül işarəsi necə olur? Məsələn, mən dostumu görəndə gülümsəyirəm. When I see my best friend, vergül, I always smile. Mən həmişə gülümsəyirəm. Məsələn, bu formada tapşırıqları yazacaqsınız və hazırlıqda mən yoxlayacağam.